Əziz şagirdlər və müəllimlər, bugün mən sizlərə tarazlıqda hər bir kəsin çətinlik çəkdiyi qısa bir izah verəcəm və buna uyğun əlimdə olan testlərin fərqli tip izahını da sizlərə təqdim edəcəm. Deməli, izahımız nədən ibarət olacaq? Qrafika əsasən tarazlığın hansı istiqamətə yönəlməsi ilə əlaqədar. İlk öncə onu bilməliyik ki, adi tutaq ki, yazıram A üstə gələk B alınır C maddəsi. Biz əgər qrafikdən baxsaq ki, iki hal yazacağım sizlər üçün. Məsələn, başlanğıc maddələr üçün tau bir zaman anında qatılıqlarının zamandan asılı olaraq dəyişməsi göstərilib. Burada biri A maddəsi olsun, biri B maddəsi olsun. Deyə bilərsiniz ki, zaman keçdikcə bəs qatılıq başlanğıc maddələrdə azalmalıydı. Bu tipli qrafik görürsünüzsə, deməli, biz bilməliyik ki, tarazlıq hər zaman zəif olanın yanına gedir. Yəni, zəifin yanında olur. Lakin qrafikdə biz bu halla rastlaşsaq, artım qrafikini, deməli, tarazlıq yönəlibdir başlanğıc maddələrin yanına və başlayır onu artırmağa. Deməli, bunlar zaten azalır onsuz da sərf olduqları üçün. Tarazlıq onlar tərəfə yönəlir, çalışır ki, onu artırsın. Deməli, əgər biz görürüksə AB maddələrinin qatılığı artıb, deməli, reaksiya AB-nin tarazlığı, reaksiyanın AB olan tərəfinə, yəni başlanğıca, sola yönəlibdir. Ola bilər ki, reaksiya belə olar, parçalanır A ilə B-yə. Burada da yenə əgər qrafik bu şəkildədir, A ilə B-nin qatılığı tau bir anından sonra artıbsa, deməli AB hansı tərəfdədirsə, tarazlıq o tərəfə yönəlir, sağa. Yəni, qrafiklə biz müəyyən edə bilərik. Hansı maddənin qatılığı artıbsa və həmin maddə məhsuldadırsa, tarazlıq məhsula yönəlib deməkdir. Yox, başlanğıcdadırsa, başlanğıca yönəlib. Yəni, bir sözlə tarazlıq istəyir ki, zəifi artırsın. Və zəif AB olduğuna görə, zəif hardadırsa, artırsa. Tarazlıq da o tərəfə yönəlir. Gəlin, indi bunu bir neçə dənə testin üzərində izah edim. Bu gördüyünüz sualı mən paylaşmışdım yaxın günlərdə. Bizə reaksiyanı verib, hansı ki, reaksiyamız görürük nədir? Amoniakın sintez reaksiyasıdır. Burada müsbət küdürsə, deməli, bunun bu tərəfi əks reaksiya mənfi 2 olacaq. Deyir, reaksiyaya əsasən yenidən tarazlıq yaranarkən amoniakın qatılığının zamandan asılı qrafiki verilmişdir. Amoniakın qatılığının zamandan asıllığında mən nə görürəm? Onun qatılığının artdığını, yəni tarazlığın amoniak olan istiqamətə sağa yönəldiyi vəziyyətdir bu. Aşağıdan indi ifadələrdən hansı doğrudur deyir. Biz tarazlığın sağa yönəldiyi istiqamətə baxmalıyıq. Deyir, sistemə hidrogen əlavə olunmuşdur. Əgər sistemə hidrogen əlavə olduqda sol tərəfə əlavə edilir. Sol tərəf gücləndiyi üçün sağ tərəf zəifləyir və tarazlıq sağa yönəlir. Birinci ifadəni götürə bilərəm. Təzyiqin azaldılması. P-nin azalması V-nin artması deməkdir və burada həcm harda artıbdır? Sol tərəfdə 4 mol qaz var, sağ tərəfdə 2 mol qaz var. Artması dedikdə sola yönəlir, ona görə 2-ni götürmürəm. Temperaturun artırılması, temperaturun artması Q-nün azalması, yəni mənfi Q istiqamətə yönəlir. Mənfi Q də sola istiqamətdədir, 3-ü də götürmürük. Reaksiya gedən qabın həcmi azaldılmışdır. Reaksiya gedən qabın həcminin azaldılması elə həcmin azaldığı istiqamətə yönəlmədir. Təzyiqin çoxalacağı 2 NH2 olan, yəni sağa yönəlməlidir. 4-ü də götürürük. Burada cavab olacaq 1, 4, B variantı. Gəlin buradan keçək növbəti oxşar suallarımızdan. Burada nömrələr dəyişik ola bilər, fərqli kitabdan götürmüşəm. Deməli, bizə deyir ki, 2 qız üstə gəlsin Y alınıbdır məhsul. Reaksiya deyir, ikinci qrafikdən birinci grafikə keçmək üçün nə etmək lazımdır? İlk öncə baxıram ki, 2-dən 1-ə keçibdir.
Deməli, mən sonuncu birinci qrafikimdəki vəziyyətə baxacağam. Birinci qrafikimdə tarazlığın hara yönəldiyini tapmalıyam. Tarazlıq hara yönəldiyini tapmaq üçün isə mən kimin qatılığı artıb ona baxıram. Baxıram ki, qatılığı artan x-la y-dir və x-la y harda yerləşir? Başlanğıcda sol tərəfdə. Deməli, mən tarazlığı çalışmalıyam ki, sola yönəldim aşağıdakı ifadələrdən. Bura müsbət küdürsə, bu isə mənfi 2 olmuş olacaq. Deyir, temperaturu artırmaq. Temperaturun artması, künün azalması mənfi istiqamətə deməkdir. Deməli, sola yönələcək, 1-i götürürəm. Temperaturu azaltmaq. Temperaturu azaltmaq olmayacaqdır. 2-nin olduğu variantları çıxsam, elə cavab yalnız 1 qalır, C variantı. Bir də sistemə x2 əlavə etmək var. Digərlərini də yoxlayaq. Sistemə x2 əlavə etsək biz, x2 buradadır, başlanğıcda. Başlanğıcı artırıramsa tarazlıq məhsula yönələcək. Amma mənə başlanğıca yönəlmək lazımdır. Ona görə 3 də olmaz. Təzyiqi artırmaq. Təzyiqin artması V-nin azalması deməkdir. Burada 3 mol qaz var. Burada 2 mol qaz var. Deməli, 2 mol olan qaz istiqaməti sağa yönələcək. Ona görə bunu da götürmürük. Növbəti 11 nömrəli sualımız. Reaksiya verib bizə. Burada mənfi küdür. Bunun bu hissəsi, əksinə olan reaksiyası müsbət küdür. Deyir, qrafiki birincidən ikinciyə çevrilib. Deməli, birincidən ikinciyə. Deməli, mən son olaraq ikinciyə baxmalıyam. İkinci qrafikdə nə müəyyən etməliyəm? Kimin qatılığı artıb? Kimin qatılığı artıb? Etanın. Etanın qatılığı artıbsa, deməli, tarazlıq etanın olduğu istiqamətdədir. Yəni, sola yönəlib. Bir-bir aşağıdakı ifadələrə baxaq. Deyir, temperaturu azaltmaq. Qeyd etdiyim kimi, temperaturu azaltdımsa, Q-yu artırmalıyam. Müsbət istiqamət. Deməli, müsbətdir. Sağa yönəlir, 1-i götürürəm. 2 də təzyiqi artırmaq. P-nin artması, V-nin azalması deməkdir. Burada 2 mol qaz, burada 1 mol qaz. Deməli, 2-ni də götürürəm, düzdür. Temperaturu artırmaq. Temperaturu azaltmağı götürmüşəmsə, temperaturu artırmağı götürməli deyiləm. Sistemə etan qazı əlavə etsəm, etanın, belə deyək də, biz burada artırmış oluruq və tarazlıq digər tərəfə yönələcək. Şagirdlər burada etanın artımını görür və 4-cü cavabı da doğru götürür. Təəssüf ki, bu 4-cü cavab doğru deyil. Burada cavabımız olacaq 1-2 A variantı. Sonra gələk növbəti bu sualın izahına. Burada isə yenə bizə reaksiya verib. Bunun o zaman əksi müsbət küdür. Bura sığmadığı üçün bu şəkildə yazıram. İkincidən birinciyə keçib. Deməli, son vəziyyətim 1-dir. 1-ə baxıram. Kimin qatılıqları artıb? X-la Y-in. Deməli, tarazlıq yenə X-la Y-in olduğu istiqamətə sola yönəlməlidir. Sola olan baxıram nələr var. Temperaturu artırmaq. Temperaturun artması, yəni T-nin artması, Q-nün azalması istiqamətə yönəlir. Yəni sağa. Ona bunu götürmürəm. Təzyiqi azaltmaq. P-yi azaltmaq, V-yi artırmaq deməkdir. V-nin artdığı 3 mol qaz burada, 2 mol qaz burada. Deməli, sol tərəfə yönəlir. Ona görə 2-ni götürərəm. Sistemə x2 əlavə etmək. Əgər biz sistemə x2 əlavə etsək, x2 məhsulda olduğuna görə məhsulu artırıramsa, tarazlıq başlanğıca yönələr. Ona görə 3-ü də götürürəm. Cavab burada 2, 3 olacaqdır. Sonra növbəti keçək 35 nömrəli sualımıza. Yenə bizə eyni reaksiyanı verib. Deyir, ikincidən birinciyə keçir. Deməli, son hal birinci qrafikdir. Birinci qrafikdə kimin qatılıqları artıb? Mən görürəm yenə x2-nin, x-la y-in qatılıqları artıb. Deməli, tarazlıq yenə sola yönəlməlidir. Temperaturu artırmaq. Temperaturun artması, Q-nün azalması, yəni mənfi istiqamət. Bura müsbət küdürsə, bunun əksi mənfi küdür. 1-i götürürəm. O zaman temperaturu azaltmaq variantı olmayacaq. 3 olan variantlar çıxsan 1-i gedir. Təzyiqi artırmaq. P-nin artması, V-nin azalması deməkdir. Ona görə sağa yönələcək. Və biz burada yalnız 1-i götürməli olacağıq. D variantı. Sonra 36 nömrəli sual yenə reaksiyadır. Birincidən ikinciyə keçmək üçün nə etmək lazımdır? Deməli, son halımız ikinci qrafikdir. Ona baxmalıyıq. Burada baxıram, qarışqa turşusunun metil efirinin olduğu
qatılığı artıb. Deməli, bunun olduğu tərəfə yönəlməlidir. O da sağ tərəfdədir. Biz sağa yönəlməni axtarmalıyıq. Deyir ki, sistemə su əlavə etmək. Sistemə su əlavə edirəmsə, su hansı tərəfdədirsə, digər tərəfə yönələcək. Ona görə 1 götürmürəm. Sistemdən suyu çıxartmaq. Bəli, sistemdən suyu çıxarsam, məhsula tərəf yönələr. Metanol əlavə etmək. Metanol başlanğıcdadır, deməli sağa yönələcək. 3-ü də götürərəm. Sistemdən turşunu çıxarmaq. Sistemdən qaşqa turşusunu çıxarsam, başlanğıc zəiflədiyinə görə tarazlıq başlanğıca yönələcək. Ona görə bunu yox, cavab 2, 3, B variantı olar. Keçək 45 nömrəli sualımıza. Yeni reaksiya verib suyun sintezi. Deyir, birinci haldan ikinciyə keçmək üçün nə etmək lazımdır? Burada da baxıram ki, son qrafikim ikincidir. Hansı maddənin qatılığı artıb? Suyun. Deməli, tarazlıq suyun olduğu istiqamətdəymiş ki, onu artırıbdır. Burada baxdıq, sağa yönələn. Temperaturu artırmaq. Temperaturun artması künün azalmasıdır. Yəni, suyun parçalanması istiqamətə yönəldəcək. Bir səhvdir. Sistemdən suyu çıxartmaq. Su olan tərəfi zəiflətdiyinə görə 2-ni götürəcəm. Yenə deyirəm, uşaqlar, burada hər zaman, bax, burada verilənlə artırıb artması ilə əlaqədər. Burada çıxartmağın heç bir adiyyatı yoxdur. Yəni, buna baxış keçirmirsiniz. Biz sadəcə bu qrafikdən tarazlığın hansı istiqamətə getdiyini müəyyənləşdirməliyik. Sonra sistemdə deyir, hidrogen əlavə etmək. Sistemə hidrogen əlavə edirəmsə, sağa yönələcək. 3-ü də götürərəm. Cavab 2, 3. Təzyiqi artırmaq. P-nin artması, V-nin azalması deməkdir. Burada 2 mol qaz var. Burada heç ümumiyyətlə qaz yoxdur. Deməli, sağa yönələcək. 2, 3, 4, D variantı olmuş olur 45 nömrəli sualda. Keçək 56 və 57-yə. Hansı ki, bu testdən yeni topluda bir ədəd sual var. Reaksiyanı verib ikincidən birinciyə keçir. Deməli, birinci qrafikə baxmalıyam. Görürəm ki, qatılıqlar X-la Y-də artıb. X, Y-in olduğu istiqamətə yönəlməlidir, yəni sola. Temperaturu artırsam, artıq ümid edirəm ki, bunları əzbərlədik. Temperaturun artması, künün azalması, yəni mənfi istiqamətə yönəlir. 1-i götürərəm. Bura müsbət küdürsə, bura mənfi Q olmalıdır. Temperaturu azaltmaq olmayacaq. Sistemə X2 əlavə etmək. X2-ni əlavə edirəmsə, tarazlıq onun əksi tərəfə yönələcək. Ona görə bunu da götürmürəm. Təzyiqi artırmaq. P-nin artması, V-nin azalması deməkdir. Yenə hansı istiqamətə yönələcək? Burada 3 mol qaz, burada 2 mol qaz. Ona görə bunu da götürmürəm. Yalnız bir C variantı. Keçək 57-yə. Burada isə bizə bir dənə qrafik verib. Burada bir qrafiki zaman intervallarına bölüb. Burada isə ayrı-ayrı zaman dilimlərində verib. İki qrafiki bir koordinat başlanğıcında da, yəni belə bir grafikin üstündə də verə bilər. Deyir ki, T1 anındakı tarazlıqdadır. T1 anındakı tarazlıqda. T1 anına uyğun olan tarazlığa baxsaz, mən nə görürəm? Zaman keçdikcə A ilə B-nin qatılığı azalıb, C-nin qatılığı artıb. Deməli, C-nin qatılığı artıbsa, tarazlıq C olan istiqamətdə, yəni sağa, məhsula yönəlir. Həcmi artırmaqla. V-ni artırsam, P azalmalıdır. Elə V-nin artdığı istiqamətə baxıram. Burada 2 mol qaz var, burada 1 mol qaz var. Deməli, burada birinci ifadədə sola yönəlir. Ona görə 1-i götürmürəm. Temperaturu azaltmaq. Bura müsbət küdürsə, bura mənfi küdür. T-nin azalması, Q-nün artması deməkdir. O da müsbət deməkdir. Ona görə sağa yönəlir. 2-ni götürürəm. Sistemdən C-ni çıxarmaq. Sistemdən C-ni çıxarsam, C tərəf zəiflədiyi üçün tarazlıq istəyir ki, onu artırsın. Ona görə 3-ü də götürərəm. Bunları dəyişməklə T2 halını almaq olar deyil. 2 ilə 3 Y variantı olacaq. Növbəti keçək 61 nömrəli suala. Yenə reaksiya verib deyil, 1 vəziyyətindən 2-yə keçmək. Deməli, son halımız 2-dir. 2-yə baxırıq. Burada nəyin miqdarı artıb? C6H12-nin. Deməli, tarazlıq onun olduğu istiqamət hara yönəlib? Sola. Təzyiqi artırmaq. Təzyiqi artırsam, V azalmalıdır. V burada 1 mol var. Deməli, ondan götürməliyəm. Yəni, bu qaz deyil. Bu istiqamətə yönəldi. 1-i götürərəm. Sistemə benzol əlavə etmək. Sistemə benzol əlavə eləyirəmsə, məhsulu artırıram, başlanğıc zəifləyir.
Tarazlıq yenə başlanğıca yönəlir. Sistemə disikloheksan əlavə etmək. Disikloheksan özüdür də. Bunu əlavə etsən bu tərəfə yönələcək tarazlıq. Ona görə bu deyil. Sistemə hidrogen əlavə eləsən bu tərəfə yönəlir. Yəni bir sözlə siz hansı tərəfə maddə əlavə edirsinizsə, tarazlıq onun əksinə yönəlir. Siz hardan maddə çıxardırsınızsa, tarazlıq o istiqamətə yönəlir. Deməli, bunu da götürürük. Cavab 1, 2, 4 A variantı. Keçək 63-ə. Burada isə bizə deyir x2 üstə gələk. Bu reaksiyada ikincidən birinciyə keçir. Deməli, siz baxmalısınız ki, birinci vəziyyətə, son halda. Buradakı testləri istəyərdim ki, siz özünüz ekran şəkli götürərək son testlərdə yaza bilərsiniz. 63. Daha sonra isə 70, 71. 73, 77, 78, 26 və 28 nömrəli testlər. Videonu saxlayıb bunları yazın. Rəy bölməsinə cavabları qeyd edin. Mən doğrudur, yanlışdır, doğru variantları sizə göndərəcəm.